çaldıran fəlakəti. Türk-Türklə döyüşəndə həmişə məğlub olur. Bir-birinə başa düşmədilər, aralarını vurdular. Biri şəhərlikdən yapışdı, biri sürülükdən yapışdı. Və bir-birinə döyüşdülər, el amansız döyüşdülər ki, ondan sonra Şah İsmail özünə gələ bilmədi. Və Şah İsmailin gördüklərini, hamısını onun nəticəsi Şah Abbas ləğv elədi. Baş tutmadı Türk birliği. Və tutmur da. Çox böyük fəlakət oldu. Kimin təqsiri vardı? Burada mən çox da incə yerlərə getməyəcəm. Hər ikisinin, o cümlədən Şah İsmail. Şah İsmail ətrafının. Şah İsmail'e dedilər ki, o sünni qoymaz sən burada taxt-tac yiyəsi olasan. Sənə bir də ki, o şişə qoyar səni taxt-tac yiyəsi olasan, həmişə belə olurlar. Kim məhv elədi Bayazid'i? Temurlenk. Temurlenk kim idi? Kıpçak Türk'ü. Bayazid kim idi? Selçuk Türk'ü. Kardeşler. Mahiyetçe, hisyetçe. Məhv elədilər bir-birlərini, bütün türlər. Tarixi oxuyursan adam dəşdə gəlir. Selçuk gəlir, Mahmud Qəznəvini ləğv edir. O biri gəlir, o birisinin gözünü çıxardır. Qardaş qardaşın başını əzir. Xurcunda başqa bir qardaşına göndərir. Türk Türk'ü sevmədi. Budur bizim fəlakətimiz.